Salam uşaqlar, xoş gördük sizləri. Deməli, bu gündən etibarən sağlıq olsun, mən sizə MHM 99 sınağın, 9-cu siniflər üçün olan 99 sınağın bütün sınaqların izahını təqdim edəcəm. Səbirli və diqqətli olun, birinci özünüz yazın, sonra izahlara baxın, başa düşmədiklərinizə baxın. Başlayaq. Başlamamışdan qabaq kanalımıza abunə deyilsinizsə abunə olun, videolarımızı bəyənin, rəy yazın, fikir bildirin. Fikirləriniz bizim üçün önəmlidir. Başlayaq. Mövzu sınağı 1. Bismillah, birinci sual. Birinci sualda nə deyir uşaqlar? Ortaq olan sadə vuruqların hasili 2, ortaq olmayan sadə vuruqların hasili 72. Olarsa, əkobu tapın. Uşaqlar, ortaq sadə vuruqların hasili bizə nə verir? Əbobu. Deməli, əbob AB bərabərdir 2-yə. Bəs ortaq olmayan sadə vuruqların hasili nədir? C. C-miz nədir? 72. Bizim də əlimizdə hansı qayda var? Biz bilirik ki, əkob AB bölünsün əbob AB bərabərdir C-yə. Onda belə çıxır ki, əkob AB bərabər olacaq əbob AB vuraq C. Bəli. Buradan əkob AB bərabər olacaq uşaqlar. Əbob 2-dir, bu da 72-dir. 144-ə olacaq A variantı. İkinci sualımız. Deməli, 2 bölünsün 6-da 5 çıxılsın, 3-də 2 bölünsün 4. Vurulsun 67-də 30 bərabərdir. Uşaqlar, burada yazıram. 2 bölünsün 6-da 5 nə deməkdir? 2 vuraq 5-də 6 deməkdir. Bu da eləyir 5-də 12. Bəs 3-də 2 bölünsün 4 nə deməkdir? 3-də 2 vurulsun 4-də 1 deməkdir. Bununla bu ixtisar gedir. Bu da 6-da 1 deməkdir. Yaxşı, 5-də 12-dən 6-da 1-i çıxanda nə qalır? Bunu 6-ya, bunu da 5-ə vururam. 30-da 72 çıxılsın, 30-da 5. Bu da eləyir 30-da 67. Gətir buraya yazıram. 30-da 67 vuraq. 67-də 30. Bu da eləyir 1. Yəni, bu hesablar hamısı mötərizənin içində gedirdi. Bu oldu A variantı. İkinci sualımız. Növbəti sualımız 3-cü sual. 15 eyni güclə çalışan fəhlə müəyyən bir işi 12 günə yerinə yetirir. 15 fəhlə yerinə yetirir 12 günə. 10 fəhlə bu işi neçə günə? 10 fəhlə görər x günə. Bu düz mütənasibdir, yoxsa tərs mütənasib? Təbii ki, tərs mütənasibdir. Fəhlə sayı azalırsa, gün artmalıdır. Ona görə üz-üzə vurub bərabər götürəcəksən. 15 vurulsun 12. X bərabərdir 10x. 180-ə x bərabərdir 18. Deməli, neçə günə görər? 18 günə. O da olur E variantı. Növbəti sualımız 4-cü sual. C çoxluğu qəbələ sözünün müxtəlif hərflər çoxluğu olarsa NC-ni tapın. Biz bilirik ki, çoxluğun içində hər elementdən bir dənə olmalıdır. Yəni, Q, Ə, B, Ə-ni yazmışam, L, Ə-ni yazmışam. Deməli, NC nə olacaq? NC olacaq 4. D variantı. Sonra uşaqlar davam edirik. 5-ci sualımız. K ədədi F ədədindən 30% çoxdur. Yəni, K bərabərdir 1,3 F-ə. F ədədi 120 olarsa, tamam, 1,3 vurulsun 120. 144-ün üstüsə bir dənə də nə gələndə? 12 gələndə 156 eləyir da bu. K-nın 20%-ni tapın.
156'nın da 20%'ini tapanda vuracaqsan %20'yə. 0 ilə 0 gedər. 2-ni 156'ya vuranda 312, onu da 10'a böləndə 31,2. A variantı. Növbəti sualımız 6-cı sual. Kvadratın tərəfi 20% artırılarsa sahəsi necə dəyişər? Uşaqlar, əvvəl kvadratın tərəfi A idi, sahəsi A kvadratı idi. Sonra kvadratın tərəfini 20% artırırlarsa 120%. Bax, burada 100%'dir. Burada 120% olacaq. Onda 1/2 A olacaq. 1/2 A olanda artıq sahə 1/2 A-nın kvadratı olacaq. Bu da eləyəcək 1,44 A kvadratı. Fikir ver. Əmsal 1'dir, 100%'dir. Əmsal 1,44'dir. Deməli 144%'dir. Neçə faiz artıb? 44% artıb. Cavab olur C variantı. 7-ci sualımız. A bölək 6, A bölək 2, A bölək 8 ifadələri natural ədədlərdirsə, A-nın ən kiçik qiymətinin rəqəmləri hasilini tapın. Uşaqlar, deməli A eyni zamanda 6'ya, 2'yə və 8'ə bölünür ki, bu naturaldır. Onda eyni zamanda 6'ya, 2'yə, 8'ə bölünən ədəd necə tapılırlar? Əkobla. 6, 2, 8'in əkobu neçədir uşaqlar? Deməli 24'dür da, səhv eləmirəmsə nədir? 24'dür. İstəsən vurğuları ayırarsan 2 vuraq 3. 2 ilə 2 deməkdir. 8'dəki 2 vuraq 2 vuraq 2'dir. Hamısından ən çox olan 2 üstü 3, 3 üstü 1. Bu da eləyir 24. A-nın rəqəmləri hasilini tap. 2 vuraq 4 bərabərdir 8. D variantı. 7-ci sualımız. 8-ci sual. M-ni K-nı verib müqayisə ilə deyir bizə. M 10'da 11'dir. Yəni 1,1'dir. N 11'də 12'dir. Yəni 1,11'də 1'dir. K isə 12'də 13'dür. Yəni 1,12'də 1'dir. Uşaqlar, hamısının tamı 1'dir. Hamısının surəti bərabərdir. Məxrəci kiçik olan kəsir böyük olur. Deməli M böyükdür N-dən, o da böyükdür K-dan. B variantı. 9-cu sualımız. X-i deyir tap. 7x çıxılsın 6 bölünsün 12 bərabərdir 2'də 1. Çarpaz vursam 14x minus 12 bərabərdir 12'yə. 14x bərabərdir 24'ə. X bərabərdir 14'də 24. 2'yə ixtisar eləsəm 7'də 12. 7'də 12'də 1,7'də 5 deməkdir. E variantı. Növbəti sualımız 10-cu sual. X-in neçə qiymətində həmin ədəd 3'ə, həm də 8'ə bölünür. Gəl baxaq. Əvvəla bu ədədin 3'ə bölünməsi üçün rəqəmlərinin cəmi 3'ə bölünməlidir. Düzdürmü? 6, 4, 8, x, 8, x. 10, 18, o da 8, 26 plus 2x. Uşaqlar, x-a 2 desəm olar. Sonra 3 desəm təbii ki, 2 desəmsə artıq 5 desən olar. Bir də 8 desəm olar. Düzdür. İndi bunların hamısı olarmı görəsən? Yerinə qoyub yoxlamaq lazımdır. Məsələn, 2 desəm, bunun son 3 rəqəmi 282 olacaq. 282 8'ə bölünürmü? 28 8'ə böləndə 3. 8'in 24, 42 bölünmür. Deməli 2 olmaz. 5 desəm 585 8'ə bölünürmü? Elə bir ədəd yoxdur 8'ə vuranda axırı 5 eləsin, bu da olmaz. Deməli cavab olur 8. 888 çünki 8'ə bölünür. 111 düşür. X-in neçə qiymətində? Bir dənə qiymətində. Cavab olur B variantı. 11-ci sualımız. Uşaqlar. Deyir ki, buranı tap. Mən də görürəm ki, bu A kəsişmə C-nin fərqidir B-yə. A kəsişmə C-nin B-yə fərqi. C variantı.
12-ci sualımız. M-in 30%-ni deyir tap. 25 bölünsün M bərabərdir 10 bölək 8. Lan 10M bərabərdir 8 vuraq 25. M bərabər olur 210-a böləndə 20-yə. 20-nin də 30%-ni tapanda 30-a vurub 100-ə bölünəm eləyir 6. A variantı. 13-cü sualımız. Qarşılıqlı tərs ədədlər üstünü göstərin. Hasili 1-ə bərabər olan ədədlərə qarşılıqlı tərs ədədlər deyilir. Burada da qarşılıqlı tərs ədəd 2, 3, 6, 7. A deyil. B deyil. 4-də 1, 4-də 1 deyil. 3, 9-da 3, 3-də 1. Bəli, D variantıdır. Baxın, niyə? 3 və 0 tam dövrdə 3. Dövrdə 3, 9-da 3 deməkdir uşaqlar. Bu da olur 3-də 1. 3-ü də 3-də 1-ə vuranda, bəli, 1 eləyir. Deməli, qarşılıqlı tərs. 14-cü sualımız. Deməli, 3x, 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 3x və 8. Neçə dənə 3x var orada? 1, 2, 3, 4 dənə. 1, 2, 3, 4. Ədədini 3x ədədinə bölünməsinə alınan qalığı tapın. Təsəvvürlə bunu 3x-ə bölürsən. Bir dəfə 3x. Çıxırsan, bu 3 gəlir, x gəlir, bura bir 0 yazırsan. Yenə bir dəfə 3x. Çıxırsan, o biri 3x gəlir, 0, 1. Yenə 3x. Çıxırsan, o biri 3x gəlir. 2 rəqəm gəldiyinə görə yenə 0. Yenə 1, 3x və 8 gəlir. 8-in içində 3x yoxdur. Cavab edir 8. Yəni, qalıq 8 olur. Zaten əvvəldən də görüşürdü. Qismət də soruşa bilər. Yəni, böləndə o 2 rəqəm gətirməyə fikir ver. 15-ci sualımız. 11A sinifində 32 şagird var. Cəmi var 32 şagird. Şagirdlərin hər bir riyaziyyat və tarix fənni üzrə hazırlaşır. 22-si riyaziyyat, riyaziyyatdan 22, tarixdən 14-dü. Şagirdlərin neçə nəfər hər iki fəndən? Bax, Eyler-Venn diaqramı çəksəm, riyaziyyat, tarix. 22 ilə 14-ü toplayıram, eləyir 36. 32 uşaq olan yerdə 36 uşaq necə çıxa bilir ki? Çünki 4 nəfər hər iki dərnəyə gedir. Bax, 4 nəfər buradadır. 18 nəfər buradadır, 10 nəfər burada. Bax, topla həmin 32 nəfərdir. Hər iki dərnəyə gedəni soruşur. Cavab olur 4. C variantı. Burada fikir verməli olduğun şey nədir? Kənarda qalan uşaq varsa vəziyyət fərqli olur. İndi yəqin ki, ona yolunda çalışma olacaq. 1.5 faizi ədədə çevirin və 30%-ni tapın. 1.5% ədədə çevirəndə, yəni yanından faizi aparanda 100-ə bölməliyəm. 1.5-i 100-ə böləndə olur 0,015. 0,015-in də 30%-ni deyir tapın. Təzədən 30-a vurub 100-ə böləcəm. 100-ə böləndə bu 0 gedəcək. Olacaq 0,045 bölünsün 10. Bu da eləyəcək 0,0045. Cavab olacaq belə. 17-ci sualımız. C bölünsün D bərabərdir 4-də 3. C üstə yenilsin 4D bölünsün 2C çıxılsın D. Fərqli yanaşmalar göstərə bilərsən. Məsələn, bir yanaşma belədir ki, C-yə 3K, D-yə də 4K deyərsən. Yazarsan yerinə 3K üstə gəlsin 4 vuraq 4K, 2 vurulsun 3K, çıxılsın 4K. Bu eləyir 16, 19K bölünsün, 6K çıxılsın 4K, 2K. K'lar gedər buradan, 19-u 2-yə böləndə 9,5. Cavab eləyər 9,5. Sonra 18-ci sualımız uşaqlar. 18-ci sualda deyir ki, A çıxaq 6, B üstə gələk 8, bərabərdir 29. Tənliyin natural həlləri üçün A vuraq B-ni tapın deyir. İndi AB natural ədəddir. Onda bundan bunu çıxanda, bundan bunu toplayanda da natural olub ki, hasili natural deyib. Ay müəllim, bəlkə bunu çıxanda mənfi eləyim. Bu mənfi eləyə bilməz axı. Bu mənfi eləyə bilmirsə, onda bu da mənfi olmamalıdır ki, hasil mənfi olmasın.
Yaxşı. Deməli A 6-dan böyük natural ədəddir. Bu öz yerində. Digər tərəfdən bunların hasili 29 necə ola bilər uşaqlar? Hasili 29 belə ola bilər ki, AB hasilini deyir tapın. Məsələn, bu olar 1, bu olar 29, vuranda eləyər 29. Bu olar 29, bu olar 1, vuranda eləyər 29. Başqa seçimimiz yoxdur, düzdürmü? İndi gəl ikisinə də baxaq. A çıxaq 6 1-dirsə, A 7-dir. B üstə gələk 8 29-dursa, B 21-dir. Ola bilərmi? Bəli. Keçək ikinci hala baxaq. A çıxaq 6 29-dursa, onda A 35-dir. B üstə gələk 8 1-dirsə, onda B mənfi 7-dir. Axı AB natural demişdik. Natural həlləri üçün demişdik. Düzdür? Olar mı belə? Olmaz. Deməli qüvvədə qalır 7 21. 7-ni də 21-ə vuranda 147 eləyəcək cavab. 19-cu sualımız. B fərqanı deyir, baba buranı deyir deməli. Burada da hansı elementlər var? Sayın soruşur 4 dənə. 20-ci sual. Aha, 20-də deyir ki, 6 elementli çoxluğun açıqlıqlarının sayı 2 üstü 6 bu şəkildə tapılır. N elementli çoxluğun bütün açıqlıqlarının sayı 2 üstü n-dən tapılır. Bu da eləyir 64. Sonra 21 A, B-ni verib 3-ünün kəsişməsi. 3-ündə də olan element uşaqlar nə var burada? 1 yox. 6 yox. 7, bəli, 3-ündə də var. Yazıram 7. 9, xeyr. Çoxluğu üçün tapın, bir dənə 7-dir. 7, yəni element olaraq 7-dir, onu soruşur. 22-ci sual. Deməli, 3 tam 9-da 2, üstə gəlsin 2 tam 9-da 7, bölünsün 9-da 1, üstə gələk 9-da 8. Uşaqlar, məxrəc eləyir 9-da 9, sürət eləyir 3 tam 9-da 9, daha doğrusu 5 tam. Bu olur 6, bu da olur 1. 6-nı 1-ə böləndə nə eləyir uşaqlar? Elə 6. Cavab olur 6. 23-cü sual. 23-cü sual. Elnur işin 3/2 hissəsini, Elnur işin 3/2 hissəsini, Rəsul isə 4/1-in görüb. Rəsul işin görüb 4/1-in. İşin görülməmiş hissəsi, işin görülmüş hissəsi, görülməmiş hissəsi nə qədər çox? 3/2-sini bu görübsə, eyni işin 4/1-ini də bu görübsə, bunu 4-ə, bunu da 3-ə vururam. Bu olur 12-də 8 plus 12-də 3. Deməli, işin 12-də 11-i görülüb. 12-də 12 olduğu üçün 12-də 11 çıxanda bundan qalır 12-də 1. Görülməmişdə 12-də 1-dir. Bizə də deyir ki, işin görülmüş hissəsi, yəni 12-də 11, işin görülməmiş hissəsindən nə qədər çoxdur? Çıxılsın 12-də 1. Bu da eləyir 12-də 10. İxtisar da eləsəm 6-da 5 çoxdur. Görülməmiş hissəsindən nə qədər çox. Dəfə desəydi bölərdim. Nə qədər dedim. 6-da 5. 24-cü sualımız. 25 üssü 6 vurulsun 32 üssü 2. Uşaqlar 25 5 üstü 2 üstü 6'dır. Bu da 2 üstü 5 üstü 2'dir. Neçə rəqəmlidir? Uşaqlar bu eləyir 5 üstü 12. Bu da eləyir 2 üstü 10. İndi mən nə edirəm? Bax 5 üstü 2-ni ayırıram. 5 üstü 10 vurulsun 2 üstü 10 şəklində yazıram. Məqsədim nədir? 5 üstü 2 vurulsun 5 vuraq 2 üstündə 10. Belə yazsam. Bu da 25 vurulsun 10 üstü 10. 10 üstü 10 10 dənə 0 deməkdir. 25-in yanına da 10 dənə 0 yazanda 2 dənə 25-in rəqəmi 10 dənə də 0. Bu ədəd olacaq 12 rəqəmli. Nəhayət 25-ci sual. 25-ci sualımızda 3 vurulsun 7-də sürətdə 2.
7 vurulsun 11 surətdə 2. 11 vurulsun 15 surətdə 2 plus nöqtə plus uşaqlar 31 vurulsun 35-də 2. Uşaqlar belə olanda məxrəcdə ən böyüklə ən kiçiyin hasili olur. 3 vurulsun 35. Surətlərində cəmi. İndi mən nə bilim neçə dənə 2 var burada. Onu buradan çıxarda bilərsən. Bax 3 dənə 2 necə oldu? 15-dən 3 çıx, aradakı fərqə böl. Bax 15 çıxılsın 3, aradakı fərqə böl. 15 çıxılsın 3, aradakı fərqə böləndə nə edir uşaqlar? 15-dən 3 çıxanda 12, 4-ə böləndə 3 dənə. Neçə dənə? 1, 2, 3 dənə. Onda sayını tapmaq üçün nə edəcəm? 35-dən 3 çıxacam. 35-dən 3 çıxacam. Böləcəm 4-ə. Eləyəcək 8. 8 dənə 2 var burada. Bu da eləyəcək 105-də uşaqlar 16. 105-də 16. Xeyirli olsun. Belə əziz 9-lar. Bu da MHM kitabından ilk sınağımız. Xeyirli olsun. Növbəti sınaqların izahında görüşmək ümidi ilə kanalımıza abunə olub bizi dəstəkləməyi yaddan çıxartmayın. Sağ olun. Yorğunluqdan başı əyilib bunun da. Səs saçını da belə. Aha. Sağ olun.